növbəti tikilmiş manqal üçün lampa hazırladıq bugün. Müştəri bizdən 4 ədəd lampa sifariş verdi. Manqalın ölçüsü böyük idi. Hissəsi, kömür köşkən hissəsi böyük idi. 4 ədəd lampa, onun keçiriciləri. Burada isə şunuru daha etibarlı etmək üçün 2 metr xüsusi qoruyucu materialla sifariş verdi müştərimiz və 4 metrdə şunur. Müştərilərə nəzərinə çatdırmaq istəyirəm ki, mağazamızda manqal üçün, daş manqallar üçün istiyə davamlı lampalar satışdadır. Bu lampaları daha çox manqal tikintisi vaxtı quraşdırmaq daha asandır. Çünki piramida isə başlayan hissələrdə bu hissədə lampalar qoyulur, yəni çox gözəl də effekt verir. Amma artıq manqal tikilibsə bu lampaları quraşdırmaq biraz çətin olur, çünki artıq kərpic deşilməlidir, dağıdılmalıdır. Həmçinin şunurların çəkilməsi də yəni çətinlik yaranır. Normalda bu şunurlar kərpicin arxa hissəsindən aparılır, amma manqal tikilibsə artıq siz manqalın içərisində kanal açmalısınız. Bu şunur bu qoruyucu materialın içərisinə keçirilib həmən kanalın içərisindən getməlidir. Yəni əlavə çətinliklər yaranır. Amma manqal tikilməmişdən qabaq bu lampalardan gəlib alsaz, sifariş versəz sizin üçün daha rahat olar. Mağazamız Saray qəsəbəsində yerləşir. Saraydan Sumqayıta gəldiyiniz zaman Saray MTK yaşayış kompleksi var. MTK-nın sonuncu binası bitən kimi sağ tərəfdə Sarayın taxta bazarı yerləşir. Biz də həmin bazarın içərisində fəaliyyət göstəririk. O davamlı materiallar mağazası. Lampalar bu şəkildə bağlanılıb. İndi inşallah şunurumuzu da hazırlayıb müştərimizə göndərəcəyik. Sifarişi olanlar aşağıda əlaqə nömrəmiz qeyd olunub. Sifariş verə bilərlər.